Dünyanın ən böyük gölü statusunu daşıyan Xəzər dənizi son illər quruma təhlükəsi ilə üz-üzədir. Bu proses təkcə Azərbaycanda yox, bütün Xəzər ətrafı ölkələrdə nəzərə çarpır. Aparılan araşdırmalar Xəzərdə geri çəkilmələrin müxtəlif dövrlərdə normal olduğunu göstərir. Dənizin hövzəsində təkcə ötən əsrdə enmə və qalxmalar baş verib. Amma enmədən sonraki qalxma prosesində əvvəlki səviyyə bərpa olunmayıb. Hazırda isə vəziyyət kifayət qədər ciddidir. Təbii ki, baş verən anomaliyanın əsas səbəbləri iqlim dəyişikliyi, yağıntıların azalması, Xəzəri qidalandıran çay axınlarının qarşısının bəndlər və hidrotexniki qurğularla kəsilməsi, həmçinin sənaye məqsədi ilə həddindən artıq su götürülməsidir. Dənizdə baş verən buxarlanma və hövzəyə daxil olan suyun həcmi də paralel formada aparılmalıdır. Əks təqdirdə suda azalma və ya çoxalma baş verəcək. Məlumat üçün qeyd edək ki, Xəzər dənizinə əsas su ehtiyatını təmin edən Volqa çayının axınının azalması da Xəzərdə suyun səviyyəsinə təsir edir. Hal-hazırda Rusiya ərazisində Volqa üzərində çox iri su anbarları tikilmişdir və bu su anbarlarının ümumi sahəsi 30 min kvadrat kilometrdən çoxdur. Bu əlbəttə çox böyük rəqəmdir. Su anbarlarının səthindən gedən buxarlanma, infiltrasiya, üstəlik ki, Rusiya ərazisində suya tələbatının artması və iqlim dəyişmələrinin təsiri ilə çay axınının azalması nəticəsində məhz Volqa çayı vasitəsilə Xəzərə gələn su kəskin surətdə azalmışdır və bu da əlbəttə ki, dənizin səviyyəsində özünü təzahür etdirir. Təbii ki, baş verən anomaliyanın qarşısının alınması üçün mütəmadi tədqiqatlar aparılır və həll yolları təklif olunur. Ekoloqların qənaətinə görə, Xəzər dənizinin qurulmasının qarşısının alınması üçün su hövzəsinə çıxışı olan ölkələrdə proseslərə ciddi nəzarət edilməlidir. Ortaq şəkildə Xəzər dənizinə su axını təmin olunmalı və vəziyyət nəzarətdə saxlanılmalıdır. Hövzə adaptasiya planı vasitəsilə müxtəlif ölkələr özlərinin adaptasiya fəaliyyətlərini işləməlidirlər və müəyyən öhdəliklər götürülməlidir. Bu öhdəliklər ilk növbədə hər bir ölkənin ərazisindən Xəzərə gələcək suyun illik ortalama miqdarını müəyyən etməlidir. Məsələn, Qazaxıstan, Rusiya nə qədər suyu Xəzərə buraxmalıdırlar öz ərazilərindən, bunu müəyyən etməlidirlər. Məhz bu təsirlər əlbəttə ki, gələcəkdə Xəzərin xilas olunmasına kömək edə bilər. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev də BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışında bu məsələyə toxunub. Ölkə başçısı gözlənilməz nəticələri olan ekoloji fəlakətin qarşısının alınması üçün Xəzəryanı ölkələri birgə səylərinin zəruriliyini vurğulayıb və Azərbaycanın bu problemin həlli üçün BMT ilə sıx əməkdaşlığa hazır olduğunu bir daha diqqətə çatdırıb.